Tanış olun, bu kalsium qlükonatdır. Keçmiş postsovet məkanının ən məşhur dərmanlarından biridir. Məsələ burasındadır ki, istənilən halda onu vena daxili infuziyalara daxil edirdilər. İstər öskürək, qızdırma, digər iltihabi hallarda. Belə düşünürdülər ki, kalsium qlükonatı bədənə yeridərkən yaratdığı istilik onun bədəndən iltihabı qovması ilə bağlıdır. Lakin bu belə deyil. Kalsium qlükonat heç bir infeksiyaya qarşı mübarizə aparmır. Heç bir öskürəyi də bədəndən çıxartmır. İstənilən iltihaba qarşı da heç bir prosesdə iştirak etmir. Sadəcə olaraq kalsium qlükonat bədənə daxil olarkən venaları genişləndirir, həmin nahiyəyə qan axınını sürətləndirir, ona görə də insana istilik hissi gəlir. Lakin sadaladığım heç bir hallar üçün müalicə üçün istifadə olunmalı deyil. Unutmayın ki, kalsium qlükonat yalnız laborator göstərişə əsasən bədəndə kalsium miqdarı azalıbsa istifadə etmək olar və bu da yalnız həkim təyinatı ilə olmalıdır. Digər hallarda öz başına tibb bacısının göstərişi ilə qonşu istədi deyə heç vaxt kalsium qlükonat istifadə etməyin. Çünki bədənə yersiz şəkildə kalsium qlükonat yeridilməsi kalsiumun müxtəlif, lazımsız yerlərdə toplanmasına gətirib çıxara bilər, eyni zamanda da ürək ritminə mənfi təsir göstərəcək.